zirvənin bir sahibi var. Qarşılayın Mercedes-Benz S63 mənim təqdimatımda. Hər kəs salam dostlar, mən Muhammed Xudiyev və bugün yenə eksklüziv bir avtomobillə qarşınızdayım. Mercedes-Benz W221 kurza, Prezidentski, 2008-ci il 6.2 atmosferik motor, daha doğrusu 6.3. Yəni avtomobil öz əzəməti ilə hər şey adama deyir ki, mən buradayam, mən varam. Keçək avtomobil haqqında maraqlı sözlər deyəcəm sizə, getdik. İstəyirəm elə videoya sizə avtomobilin ən önəmli hissəsi mühərriki haqqında məlumat verərək başlayayım. Bir dənə kapotumuzun altını açaq. Çox eksklüziv bir avtomobildir. Gəl yaxından çək. Standart Mercedes. Yoy, bizim burada nəyimiz var? 6.2 Mercedes motorumuz. Oh, buranı yaxından çək. 6.2-nin sahibidir bu kimsə. Bir dənə adını sizin üçün oxuyum. Oxuya bilmirəm. Kimsə Führerdir. İndi Hitlerə salam olsun buradan. Sadəcə olaraq bu mühərrik M156 kodludur, yenə dediyimiz kimi. 6210 cc-dir. Sadəcə olaraq yuvarlaqlaşdırıb 6.3 deyirlər. S63 adını qazanıb. Bu M156 hansı mühərrikdir? GLS 63-lərdə, ML-lərin 63-ündə, GL-lərin 63-ündə istifadə olunan o Mercedes-in mənə görə ən birinci mühərrikidir. Sizə demişdim M113 ikincidir, bu birincidir M156. Avtomobil 535 at gücüdür, 630 Nm tork verir və atmosferik mühərrikdir. Turbo falan heç bir şey yoxdur, sadə hava ilə qidalanır. 0-100-ü bu avtomobil üçün 4.7 saniyə. Yəni təsəvvür eləyin də siz bunu, necə bir canavardır. Şəhər içi yanacaq sərfiyyatına gəldikdə, şəhər içi biraz yaxşı sürəndə 18-25 litr adamı salamlayır burada. 11-13 litrdə tıraşlı avtomobilin yandırmağı var və təbii ki, premium yanacaqla işləyir. 95-98, 92 qətiyyən töhməyin, elə bir səhv eləməyin. Sonra quzaqlayasınız motoru ki, bəs mən niyə belə elədim. Motor hissəsi ilə sağollaşaq. Kapot ağırdır, getdik. Gəlir avtomobilimizin ön hissəsinə. Burada bizim çox böyük faramızı görürsünüz. 1, 2, 3, 4 deyək, daha dəqiq olsun. Adaptiv Xenon faralardır, zavod. Avtomobil Dorestyle modeldir. Bu model 2005-2013-cü illər ərəfəsində istehsal olunub və 2009-cu ildə facelift, yəni restyle olunub. Bu 2008-ci il Dorestyle model S-klassdır. Ona görə burada faralarımız gördüyünüz kimi Xenon adaptiv faralardır. Yəni sağa sola dönmək faralar özü qlovka eləyir onu. Böyük faramızdır. Ön hissəmizdə bizim böyük ablitovkamızdır, xrom rəngdə. Mercedesimizin şahımızın logosudur. Nömrəmizi görürsünüz, qəşəng nömrəsi var maşının. Burada faralarımızın yuyulmağıdır, naporla suyu, parktroniklərimizdir və ən əsası AMG buferimizdir. Bu hissələr də təbii ki, bilirsiniz, motorun böyük olduğu üçün daha yaxşı soyudulmağı üçündür. Keçək avtomobilin yan hissəsinə. Hətta burada bizim motorun soyudulmağı üçün əlavə yenə belə deyim deşiklər var. Gəlirik yan hissəmizə. Yan hissəmizdə bizim burada 20-lik disk təkərimizi görürsünüz. 245-40-20 disk təkərimiz var. Orijinal AMG. Sadəcə bir dənə bu deşikli aporunun böyüklüyünə baxın. Çəkdiyim digər maşınlara baxın. Bir də buna baxın. Çox böyükdür. AMG zavod. Hər şey zavoddur maşında. Continental firmasınındır. 6.3 AMG. Abdullayev Marif Qoşqaroğlu. Burada bizim S-güzgülərimizi görürsünüz. Üstündə belə pavorotniklərimizlə qatlanan güzgülərdir təbii ki. Avtomobildə Keyleskop funksiyasına gəldikdə, əlimizi belə elədikdə, avtomobil gördüyünüz kimi kilitlənir. Belə eləyirik, açılır. Təbii ki, açar əlimizdə olduğu üçündür. Pilsasımızı gördünüz, pilsası gördünüz orada. Yəni, arxa qapının uzunluğuna bir dənə baxın. Avtomobil özü long versiyadır. Long versiya S-klassının uzunluğu da 5.4 metrdir. 5.4 metr. Gəlirik arxa təkərimizə. Təbii ki, at gücümüz çox olduğu üçün, motorumuz böyük olduğu üçün avtomobildə arxa təkər ön təkərdən müəyyən qədər böyükdür. 275, 35, 20-lik AMG orijinal disklərimiz də burada bizi qarşılayır. Keçirik arxa hissəmizə. Gəlirik ən qəşəng hissəyə, belə maşının ən gözəl hissələrindən birinə. Arxa hissəmizdə bizi AMG yazımız və S63-ümüz qarşılayır. Mercedesimizin logosu və qəşəng arxa faralarımız var burada. Aşağıda bizim nəyimiz var? Orijinal Mercedesin 6.3 nasatkaları, yəni zavoddan gələndir. 6.3 qazanla bir dənə mükəmməl səsi var. Birazdan qulaq astıracağım sizə. Yəni heyran olasınız. Bagaj həcminə gəldikdə bir dənə bagajımızı açım sizin üçün göstərək.
Bagajımız 540 litr həcmindədir. Avtomobil biznes klass bir avtomobil olduğu üçün oturacaqlar qatlanmır. Və burada bizim belə bir kroksa dasmağa belə bir yerimiz var. Mercedes-in First Aid kitdir, ilk yardım çantası. Yan tərəfdə cibliklərimizdir və burada bizim belə bir 12 voltluq çakmaqlıq deyirəm həmişə bundan var. Zapaska hissəsinə gəldikdə, yəni hər bir öz yerində səliqəli formada buradadır. Bu hissəmizdə bagajımızın bağlanma düyməsi və kilit düyməsi var. Bir dənə bagajımızı da bağlayaq. Yaxından çək. Getdik. İstəyirəm sizə benzin bakı da göstərim. Gəl yaxından çək. Burada gördüyünüz kimi Opel'də də var idi bu. Yəni bu orijinal olduğunu göstərir də. Minimum 93, maksimum 98-dən işləyir. Hansı təkər ölçüsündə, belə deyim, hansı piyasa ilə təkərlərin barlarının işləməlidir, onların yazısı var. Burada indi başa düşmək olur. Bunu da bağlayırıq. İstəyirəm keçim avtomobilin biznes klass hissəsinə, əsl nəzərdə tutulan hissəsinə getdik. Gəlirik gəminin ən önəmli olan hissəsinə. Yəni bu dəqiqə özümü evdəki divandan rahat hiss edirəm, nə yalan deyim. Çox rahatdır. Sizə funksiyaları göstərim. Burada yan tərəfimizdə belə bir düymə var. Bu düyməni basırıq. Gördüyünüz kimi qırmızı işıq yandı. Daha sonra buradakı arxa oturacaq düymələri ilə ön oturacağımızı idarə edə bilir. Görürsünüz, polunu qabağa eləyirəm ki, özüm burada biraz rahat oturum. Yəni ən axıra kimi gedir bu dəqiqə qabağa. Bu bunun polnusudur. Bunu basırıq bir dəfə söndür. İndi baxın, arxa oturacaqların hər birinin ayrı-ayrılıqda idarə olunmağıdır. Yuxarı aşağı, daha sonra belinin idarə olunmağı falan hər bir şey öz işlək. Burada oturacaqların 3 pilləri yaxından çək. 3 pilləri isidilməsi, soyudulması hər biri öz yerindədir. Daha sonra bizim burada nəyimiz var? Gördüyünüz şüşəmiz, bir dənə şüşəni yaxından çək. Gördüyünüz şüşə yaxından çək. Bu hissəsini götür. Gördüyünüz şüşə 2 mərhələlidir. Yəni bu da avtomobilin biznes klass avtomobili olduğu üçün o dövrdə prezidentlər üçün falan istehsal olunurdu, onun üçündür. Yəni bu da hamısında olmur, bu xüsusi maşındır. Daha sonra şüşəmizi qaldırırıq. Şüşəmizi qaldırandan sonra burada bizim gördüyünüz avtomatik bir pərdəmiz var. Yəni S-Class öz sözünü deyir və hətta bu hissədən biz yan şüşənin pərdəsini, hətta yan şüşəni də belə idarə edə bilirik. Yəni mükəmməl bir şeydir. Burada bizim mebelin işləmələrimizdir. Hər birisi orijinal taxtadır. Yəni ehtiyac yoxdur deməyə. Burada bizim külqabımızdır, dəridir. Yəni bunlar hamısı orijinal dəridir, elə belə şey deyil. Sonra nə göstərirəm sizə? Burada gördüyünüz 2 dənə pərdə düyməmiz var. Bu pərdə gəbdən ortanı çək yuxarı. Gördüyünüz kimi damımız da hamısı Alcantara. Bunu belə eləyirik. Bu qabağa gedir. Bu qabağa getdi. Daha sonra içərdən bir dənə arxanı çək buradan. Gördüyünüz kimi yan tərəfdən, arxa oturacaqdan arxa pərdəni idarə eləmək olur. Arxa pərdəmizi qaldırırıq. Bu hissəmiz belə. İstəyirəm sizə orta konsolda göstərim. Orta konsolumuza gəldikdə bizim burada belə bir çakmaqlığımız və girişimiz var. Bu hissədə ciblimizdir və ön oturacaqların ventilyasiyası üçündür. Arxa hissəmizdir və avtomobildə təbii ki 4 zona klimat kontrol var. Burada bizim belə bir veşilka üçün yerimiz var. Daha sonra burada 4 zona klimat kontrolumuzu görürsünüz. Bu klimatın idarə olunmağıdır, pillələrin aşağı yuxarı olmağı. Orta hissəmizə gəldikdə isə ortada bizim belə bir gördüyünüz qolçağımız var. Yəni bu da bütün modellərdə gördüyünüz kimi Mercedes-lər standart, biznes klass. Burada stakançiklərimizdir. Daha sonra bunu qaldırdığımız zaman gördüyünüz kimi artıq burada dəyişilib. O birislərdə stakançiklər buradadır. Bu biznes klass olduğu üçün götürüb buraya yerləşdiriblər. Bunu bağlayırıq. Bura gəldikdə isə burada bizim belə balaca bir cibliyimiz var. Hansı ki bura siz öz xırda əşyalarınızı qoya bilərsiniz. Və bu hissədə nəsə başqa bir şey var. Nəsə. Buranı da bağlayırıq. Yəni onu deyim rahatdır. Boy məsafəsinə gəldikdə isə kifayət qədər boyunuz var yəni burada. Div deyilsizsə rahat oturarsınız, onu 100% bilin. İstəyirəm keçək hara? Avtomobilin ön sağ tərəfində sizə göstərim, onu göstərməsəm olmaz. Gəlirik ön hissəyə, yəni ön hissə vəbşə rahatdır. Özün üçün otur, hara istəyirsən çıx getdən maşından, yorulmarsan. Qapı hissəmizdə memory paketimizi görürsünüz, 3 pilləli. Yenə təbii ki oturacağımızın hər cürə versiyada idarə olunmağı, soyudulması, 3 pilləli isidilməsi, uyanırıq. Qapımızın kilidi, yan şüşəmizin aşağı salıb düşməyi və bu hissədə bizim gördüyünüz kimi belə bir yerimiz var.
qab deyim, ciblik deyim. Hər birdə, yəni əlini vuranda insan istəyir ki, burada isə keyfiyyətli materialdan istifadə olunub. Təbii ki, dəridir, mebel orijinal taxtadır. Səs sisteminə gəldikdə bildiyiniz kimi Harman Kardondur. Yəni Harman Kardonu təriflənməyə ehtiyac yoxdur. Gəlirik bu hissəmizə. Burada bizim AMG yazımızı görürsünüz. Yenə ayaq altlarda da var və burada bizim belə bir cibliyimiz var. Bir dənə buranı yuxarıdan çək. Yəni adamlar görünədə ciblik qoyub. Oturacağın altında ciblik qoyublar. Belə bir bardaçokumuz var burada. Taxta işləmələrimiz hər biri taxtadır. Yuxarı hissəyə gəldikdə gördüyünüz kimi hər bir yeri orijinal nabuk yox, nə idi bunun adı? Alcantara. Güzgümüz, işığımız falan hər bir şey öz yerindədir. Orta konsolumuza gəldikdə, orta konsolu o tərəfdən göstərəcəm sizə. Təbii ki, Mercedes-in burada mənə təcrübələndirən nəyi var? Bluetooth sistemi var. Yəni ilk dəfə də gördüyüm bir şeydir. Bluetooth-la telefonu bura qoşurlar. Nətər olur? Nətər olur bilmirəm, amma maraqlı funksiyadır. Orta hissəmizdə bizim belə bir külqabımız, külqabı deməyin, stakançikimiz var. Yenə siqaret falan üçündür. Siqaret sizə tövsiyə olunmur, çəkməyin. Gördüyünüz kimi, yersə çəkmədiyi üçün tərtəmiz qalıb çiçək kimi. Burada bizim CD changer'ımızı görürsünüz. 6 dənə disk yerləşdirmək olur. Yəni belə AMG yazımız. Yəni və olmazsa olmaz, ən önəmli hissəmiz saatımız. Saat da düz işləyir. Bəli, saatımız da düpbədüz işləyir. Bu avtomobil dediyim kimi 2008-ci ildir və Restyle-dan əvvəldir, yəni Do Restyle-dır. Restyle kuzovlarda bu hissədə gördüyünüz ekranda split screen var. Nədir split screen? Avtomobil sürən şəxs orada ekranda başqa bir animasiyanı görür. Siz istəsəniz orada bir künəyə baxa bilərsiniz. Bu da necə olur? Ekranın arxasında olan ledlərin bucaq dərəcəsi fərqli yerləşdirilir. Ona görə də iki tərəf üçün ayrı-ayrı görsənir və bu da Mercedes-in o dövr üçün belə deyim, inqilabı kimi bir şey sayılırdı. Yəni heç bir avtomobildə olmayan bir funksiya idi. Hətta avtomobildə ilk olaraq gecə görüşündən istifadə olunub ki, bu da bir ilk idi Mercedes. Mercedes-Benz tarixində yox, daha doğrusu avtomobil tarixində gecə görüş kamera sistemi bir ilk idi. Avtomobilin ön hissəsində olan o sensorlar, infraqırmızı işıqlar ötürərək sizə yolu daha çox göstərir gecə görüş sistemində. Belə, istəyirəm keçək avtomobilin sürücü üçün olan hissəsinə. Gəldik sürücü hissəmizə, burada biraz genələk. Cənablayın, Allah haqqı cənablayın. Besiklasta oturmuşuq. Açarımızı qoyuruq buralara bir yerə harasa. Bir dənə maşını xotlayaq. Gördüyünüz kimi AMG yazımız bizi qarşılayır. Elektron priborumuz ilk dəfə bu S-Class-da tətbiq olunmuşdu. Diqqət, komut trafiyi olan diqqətiniz dağılmasın, bizə uyarılar verir. Ekranda bütün işıqlarımız yandı. Və hazırsınız o səsə. Oy! Bu kəmərimizdir yəqin ki, telefon aktivləşdiriliyor. Yəni, gəlirik bu hissəmizə, sizə nəyə göstərim? Burada gördüyünüz kimi bizim lipstoklarımız var. Burada klimatın hər tərəf üçün idarə olunmağı, bayaq dediyim kimi AMG yazımız, saat falan, ekran, açarı qoyaq aşağı. Burada nəyimiz var bizim? Gördüyünüz bu ekranı çək. Gördüyünüz kimi sağa fırlandı. Və indi bir dənə də basırıq, fırlanır sola. Burada bizim paktroniklərimizin idarə olunmağıdır. Söndürüb yandıra bilirik. ESP-mizi söndürüb yandıra bilirik. Və burada pnevma sistemimiz var. Gəlirik avtomobilin pnevma sisteminə. Gördüyünüz kimi bu S-Class-da gidravlik pnevma olduğu üçün kənardan yuxarı qalxmağı bilinir. Alarda düşdü aşağı. Pnevma sistemimiz belə. Daha sonra burada yəqin ki bu işığımızdır. Sağ-sol üçün ayarlaya bilirik. Sonra gəldiyimizdə nəyimiz var? Burada gördüyünüz kimi S-Class-larda skorusumuz əldədir. Yəni ilk dəfə bir avtomobildə görürəm ki, canlı skorusumuz əldədir. Rolumuza gəldikdə rolumuz biraz böyükdür. Nə yalan deyim. Rolumuzun üstündə nə düymələr var? Danışıq üçün düzən sınaq gələn zaman təbii ki multi rolumuz var və burada ekranda geri getmək üçündür. Daha sonra burada navigator, audio, AMG nədir? Telefon bağlıdır. Məsafə qrafiki, sonra ölü nöqtə var, güzgülərdə gördüyünüz kimi narıncı yanır, odur. Daha sonra servisdir. Təkər şeyini göstərir, təkər PSI-in, gündüz işıqları, hız göstəricəsi, birimlər, radar sensoru. Yəni istəyə biləcəyiniz hər şey bu ekranda mövcuddur burada. Təbii ki də demirəm, yan tərəf isidilmə, soyudulma, idarə olunma, kilit falan hər bir şey öz yerində. İstəyirəm sadəcə sizə bu qıraqda bunu göstərim. Bu gördüyünüz nədir?
Gördüyünüz kimi burada 2 dənə xətt var. Bunlar nədir sizə deyim? Avtomobil sağ və sol tərəf üçün saxlayırsınız. Misal üçün sizin sol tərəfinizdən avtomobil gəlir. Siz sol park radar lampasını yanılı qoyursunuz. Yəni bu da o dövr üçün Mercedeslərin hamısında olan bir xüsusiyyətdir. Bu hissəmizə gəldikdə bizim gecə görüş dediyim bayaq bu kozalar ilk dəfə istifadə olunan gecə görüş sistemidir. Sadəcə gecələr işləyir və Mercedeslərdə gördüyünüz kimi rutunoyumuz, belə deyim, el frenimiz əldədir, rutunoyumuz. Daha sonra keçirik hara? Yuxarı hissəmizdə bizim belə Alcantara özümüzə baxmaq üçün yüzümüzü görürsünüz. Burada Mercedes-Benz orijinal yazılarıdır. Roadside Assistance 24 hour. Buranı bağlayırıq. Burada bizim gördüyünüz açıq qoymaq üçün yerimizdir. Kitab oxumaq üçün olan işığımız ön hissədə, arxa hissədə işığımız, SOS düyməmiz, qapıların açıq olduğu zaman işığın yanıb sönməyi, yuxarı pərdəmiz və təbii ki, yeni işığımız. Bir dənə istəyirəm sizin üçün lüku da açaq. Avtomobil panoramik lükludur, yəni xırda bir lüku yoxdur. Belə yuxarı qaldırırıq. Daha sonra gördüyünüz kimi, axıra kimi avtomatik formada özü gedir. Bu bağlayaq, gün düşür. Avtomobil haqqında sizə başqa nələr deyə bilərəm? Düşür aşağı hissəmizə. Burada bizim aşağıda nələrimiz var? Burada gördüyünüz bu multimedia ekranda səsin idarə olunmağı və diskin dəyişdirilməyi falan, arxa oturacaq başlıqlarının yatızdırılması, yəni bu gördüyünüz bir şeydir. Sonra disk radiodur, geri qayıtmaqdır və bunu bastığımız zaman bizim oturacaqların yan hissəsində masaj aktivləşir. Yəni burada mən hiss edə bilirəm. Burada səsimizin idarə olunmağıdır. Zibilimiz falan. Burada belə bir düyməmiz var. Bu da mini telefon kimi bir şeydir burada. Yığmaq olur, istifadə eləmək olur. Belə. İndi isə Ceyranımızın, S-klassımızın səsinə qulaq asaq. Getdik. Normal yanacağımız getdi burada. Getdik. Bəli dostlar, bir videonun daha sonuna gəldik. Kanala like atıb abunə olmağı unutmayın və başqa hansı əfsanələr istəyirsinizsə şərhlərdə yazın, çəkəcəm. Sizi də maşından baş-başa buraxıram.